Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Gönel İbadovadır. Baxaq görək bugün, yəni torpaq çərçivəsində hansı vacib tibb hadisələri baş verir? Daim səhiyyə ilə bağlı, maraqlı və eyni zamanda faydalı xəbərləri sizə çatdırmağa çalışırıq. Bu isə təbii ki, sizin həm səhiyyə sahəsində biliklərinizi artırmağa, həm də daha sağlam olmağınıza, doğmalarınızın qayğısına qalmağa kömək edir. Ümid edirəm ki, bu bayram, yeni il, Novruz bizə çox möhtəşəm və həddindən artıq maraqlı günlər nəsib eləyər. Yeni il dedim, çünki mənim üçün il məhz yeni ildə Novruzda təzələnir. Bayramınız mübarək, baxaq xəbərlərə. Milli Vərəm proqramının idarəçiliyi və təkmilləşdirilməsi bundan sonra Səhiyyə Nazirliyi tərəfindən aparılacaq. Baxaq görək bu qərar harda qəbul olunub və kimlər iştirak edib. Milli Vərəm proqramının idarəçiliyi və təkmilləşdirilməsi Səhiyyə Nazirliyi tərəfindən aparılacaq. Vərəmlə mübarizə üzrə Ölkə Əlaqələndirmə Komissiyasının martın 17-sində Azərbaycanda vərəmlə mübarizə sahəsində görülən işlər, nailiyyətlər, problemlər və gələcəyə baxış mövzusuna həsr olunan növbədən kənar geniş iclası keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrinin İdarə Etmə Birliyinin rəhbərliyi, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Qlobal Fondun qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə yerli və beynəlxalq ekspertlər iştirak ediblər. İclasda açılış nitqi ilə çıxış edən Səhiyyə Naziri, Ölkə Əlaqələndirmə Komissiyasının sədri Teymur Musayev vərəmlə mübarizənin qlobal məsələ olduğunu bildirib. İclasda Milli Vərəm proqramının idarəçiliyinin və təkmilləşdirilməsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılması qərarı alınıb. Səhiyyə Nazirliyinin vərəmlə mübarizə tədbirlərinin gücləndirilməsi və əhalinin sağlamlığının yaxşılaşdırılması üzrə strateji prioritetləri müəyyən edilib. Elə həftə olmur ki, ölkəmizdə səhiyyə ilə bağlı hər hansı bir skandal yaşanmasın. Bu dəfə Endokrinoloji Mərkəzin vəzifəli şəxsləri cinayətdə ittiham olunur. Səbəb isə nədir? Şəkər dərmanları, insulinlər və eyni zamanda diabet olmayan insanların qeydiyyata alınması kimi faktlar üzə çıxıb. Həqiqətən də çox utanc verici və ağrılı məsələdir. Çünki məhz ziyalı insanların, həkim kəsimin bu cür işlərlə məşğul olmağı doğrudan da insana çox mənfi təsir edir. Birlikdə izləyək. Şəkər dərmanlarını pulla satan qurumun vəzifəli şəxslərinə cinayət işi açılıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Tibbi Ərazi Bölmələrinin İdarə Etmə Birliyi birgə məlumat yayıb. Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində Respublika Endokrinoloji Mərkəzin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat axtarış tədbirləri keçirilib. Qeyd edilən mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarı qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsait almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə və 312.1.1-ci, yəni vəzifəli şəxslərin qərarına qanunsuz təsir göstərmə maddələri ilə cinayət işi başlanılıb. Gəyirə bilirsinizsə, xoşbəxtsiz. Zarafat eləmirəm. Məsələ burasındadır ki, məhz gəyirə bilmək üçün 6000 manat botoksa verib, bədəninə bu yad maddəni vurub, sırf gəyirmək üçün xərc çəkənlər var. Diqqətlə xəbərimizi izləyin və təbii ki, ictimai yerdə yox, amma təklikdə olanda, gəyirəndə orqanizmimizə təşəkkür eləyin. Çünki bu, bədənin çox mükəmməl özünü qoruma sistemlərindən biridir. İllinois ştatındakı Bastian İnstitutunun alimi Robert Bastian tərəfindən Milli Tibb Kitabxanasında nəşr olunan bir sıra təcrübi hallardan sonra gəyirmə sindromu kimi də tanınan retrograd krikofaringeal disfunksiya rəsmi olaraq 2019-cu ildə tibbi patologiya kimi tanınıb. O vaxtdan bəri problemlə bağlı məlumatlılıq artıb və təxminən 35 min üzvü olan onlayn pasiyent bazası yaranıb. Gəyirə bilməmə diaqnozu endoskopiya müayinəsi ilə qoyulur. Əsas müalicə krikofaringeal əzələ
məsələyə botulinum toksininin, botoksun yeridilməsidir ki, bu da geyirmə hissini rahatlaşdırır və oradan havanın keçməsini təmin edir. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin maliyyələşdirilməsini tələb edən petisiyaya görə hazırda yalnız məhdud sayda həkim bəzi özəl provayderlərdə 3621 avro, yəni təxminən 6600 manata başa gələn proseduru təklif edir. Müalicə olunan insanların təxminən 90%-i geyirməyə başlayır və botoksun təsiri 6 ay davam eləyir. Alimlərin növbəti unikal bir araşdırması. Kasıbların xoşuna gəlməyəcək, varlılar isə xeyli sevinəcək. Məsələ burasındadır ki, sosial vəziyyəti aşağı olan insanlar daha çox xəstələnir, daha tez qocalır. Bunu sübut ediblər. Baxaq görək necə. Kasıblar daha tez qocalır. Yeni tədqiqat göstərib ki, sosial-iqtisadi vəziyyəti pis olan insanlarda bioloji yaşlanma daha tez baş verir. Yaxşı sosial-iqtisadi vəziyyətə sahib insanlarda isə ümumiyyətlə bioloji yaşlanma əlamətləri daha az göstərilib. İngiltərədən olan tədqiqatçılar müxtəlif xəstə qruplarını araşdıraraq yaşlanma ilə əlaqəli məlum olan 83 xəstəliyi, məsələn, osteoporoz, katarakta və ya prostat vəzisi böyüməsini izləyərək qan plazmasında dövr edən zülalları ölçən qan testlərini nəzərdən keçirib. Daha sonra onlar xəstələrin sosial və iqtisadi vəziyyəti ilə bağlı məlumatları təhlil edib. Nature Medicine jurnalında dərc edilən nəticələrə görə kasıb insanların bu xəstəliklərə tutulma riski imkanlı olanlara nisbətən 20% daha yüksəkdir. 2 ay yatın əvəzində 34 min manat pul qazanın. Bunu Almaniyada bir tədqiqat aparan mərkəz elan eləyib və bütün saytlara verib ki, biz öz tədqiqatımızda adam axtarırıq, kosmonavtlar üçün bir araşdırma edirik və bunun üçün sadəcə gəlib 2 ay yatmağınız kifayət eləyir. Amma orada bir balaca əmma var və təbii ki, məbləğin bu qədər çox olmağının da əsas səbəbi bu əmmadadır. Əmma nədən ibarətdir? Düz formada uzanmırsınız. Daim başınız bədəninizdən daha aşağıda olur və belə deyək, baş aşağı uzanmış kimi olursunuz 2 ay ərzində. Sağlamlıq üçün əlbəttə ki, təhlükəlidir, amma 34 min manata görə dəyərmi, dəyməzmi? Bunu özünüz qərar verin. 2 ay yat, 34 min manat qazan. Elmi tədqiqat üçün iştirakçılar axtarılır. Hər bir insana 18 min avro, yəni 34 min manata yaxın pul ödəniləcək. Almaniya Aerokosmik Mərkəzi NASA ilə əməkdaşlıq çərçivəsində tədqiqat aparmaq üçün 60 gün yataqda qalacaq 12 namizəd axtarır. Yataq rejimi zamanı iştirakçılar Köln şəhərindəki tibbi tədqiqat mərkəzində qalacaqlar. Kosmik Agentliyin məlumatına görə onlar sadəcə 60 gün yatmayacaqlar. Yataq 6 dərəcə başı aşağı şəkildə əyiləcək. Bununla da baş ayaqlardan aşağıda olacaq. Tədqiqatın məqsədi astronavtların kosmosda yaşaya biləcəyi şərtləri təkrarlamaq, missiyanı təhlükə altına ala biləcək baş gicəlləmə, büdrəmə və digər koordinasiya problemlərindən qaçmaqdır. Əlbəttə ki, son tibbi məlumatlarla yanaşı sizə Türkiyə çarədən olan illərin təcrübəsindən keçən müəyyən bilikləri də veririk. Çünki nə qədər bəzi insanlar qəbul eləməsə də, minilliklər boyu işlədilən bəzi Türkiyə çarələri var ki, həqiqətən də insan sağlamlığına çox faydalıdır. Türk aliminin efirdən dediyi və bir çoxlardan istifadə edib nəticəsini gördüyü çox maraqlı bir təbii, insan sağlamlığına xeyli xeyirli olan bir maddəni diqqətinizə çatdırıram. Baxaq. Ən güclü təbii prebiotik, yəni mikroorqanizmlərin böyüməsini stimullaşdıran qidalandırıcı kimyəvi maddə akasiya saqqızıdır. Bu açıqlamanı Türkiyənin Türkiyə Çarə Loğmanlar Dərnəyinin sədri Ayhan Ərcan müsahibə verərkən bildirib. Suda asanlıqla həll olunan akasiya saqqızı sağlamlıq üçün təbii köməkçidir. Prebiotik xüsusiyyətləri sayəsində bağırsaq dostudur. Bağırsaqda həzm prosesini dəstəkləyir və tərkibindəki qida lifləri ilə bədənə bir çox faydalar verir. Akasiya saqqızı qəbizliyin qarşısını alır, çəkiyə nəzarət etməyə kömək eləyir. Ayhan Ərcan bildirib ki, bu təbii bitkinin böyrək xəstəliklərini də aradan qaldırdığı aşkar olunub. Akasiya saqqızı toksinlərin bədəndən atılmasına dəstək olmaqla bərabər ürək-damar sağlamlığını qorumağa, iltihabla mübarizə aparmağa da dəstək olur deyə dərnək sədri əlavə edir.
Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib xəbərləri bizdən izləyin, unutmayın. Bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.